Bugün 31 mart Azərbaycanlıların soyqırımı gününün 107 ili tamam olur. Ölkə prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı paylaşım edib. Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı Xarici İşlər Nazirliyi də bəyanat yayıb. Bəyanatda deyilir: Bugün radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc Azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri olan minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. 31 mart Azərbaycanlıların soyqırımı günündə faciəvi hadisələrin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Azərbaycanlılara qarşı sistematik etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olan bu qırğınlar zamanı Qafqazın fövqəladə komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın özünün də etiraf etdiyi kimi, Bakı Sovetinin 6000 və Daşnaksutyun Partiyasının 4000 silahlı əskəri tərəfindən planlı şəkildə əks-inqilabçılara mübarizə adı altında bir sıra, o cümlədən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan bölgələrində dinc Azərbaycanlıların xüsusi amansızlıqla qətli həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində təkcə Qubada xüsusi qəddarlıqla 16 mindən artıq insan qətlə yetirilib. 167 kənd məhv edilib. 10 minlərlə həmvətənimizin qətlə yetirildiyi bu qətliam zamanı Azərbaycanlılara aid olan mədəni, dini abidələr, məscid və qəbristanlıqlara qarşı törədilən vəhşiliklər baş verənlərin etnik nifrət və dözümsüzlük cinayəti olmasının sübutudur. Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqi, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi hüquqi qiymətin verilməsinə mane olub. Müstəqilliyimizin bərpasından və Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıtmasından sonra 26 mart 1998-ci il tarixində imzalanmış Azərbaycanlıların soyqırımı haqqında fərmanla baş verənlərə siyasi qiymət verilib. 20-ci əsrin əvvəlində törədilən qırğınların əsasında duran etnik nifrət və dözümsüzlük siyasəti əsrin sonunda Azərbaycanlıların indiki Ermənistan ərazilərindən kütləvi deportasiyası, münaqişə və işğal dövründə xalqımıza qarşı törədilən qətliamlar, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər, habelə 2020-ci ildə 44 günlük vətən müharibəsi zamanı dinc insanlara qarşı müharibə cinayətləri ilə davam etdirilib. Hazırki post-münaqişə dövründə bölgənin tarixinə düşən bu qanlı səhifələrin birdəfəlik çevrilməsi, dayanıqlı və dönməz sülhün bərqərar edilməsi üçün tarixi imkanların mövcudluğuna baxmayaraq, bugünədək baş verən bütün dəhşətlərin əsasında dayanan və Ermənistan konstitusiyası daxil olmaqla bir sıra qanunvericilik aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam etməsi regionun sabit gələcəyi üçün ən böyük əngəl və narahatlıq mənbəyidir. Bu baxımdan Azərbaycan törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini davam etdirməklə yanaşı, bölgədə dayanıqlı sülhün qurulması üçün Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulması tələbində qəti və dönməzdir. 31 mart Azərbaycanlıların soyqırımı günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız Azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Allah rəhmət eləsin. Bugün Azərbaycan xalqı 31 mart Azərbaycanlıların soyqırımı gününü hüzünlə qeyd edir. Ermənistan tərəfindən törədilmiş total etnik təmizləmə və insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş Qərbi Azərbaycanlılar bu günü dərin kədərlə anır. 1918-ci il martın 31-də Bakıda Azərbaycanlılara qarşı törədilmiş kütləvi qətliam ondan əvvəlki və sonraki dövrlərdə tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı həyata keçirilmiş geniş miqyaslı soyqırımı təcəssüm edən dəhşətli bir hadisədir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanlıların soyqırımı haqqında 1998-ci il martın 26-sında imzaladığı fərmanında da bildirildiyi kimi, Azərbaycanlılara qarşı soyqırımı əsrlər ərzində aparılıb və əsas məqsədi Azərbaycanlıları bir etnik qrup kimi məhv edərək tarixi Azərbaycan ərazilərini ələ keçirmək olub.
Erməni siyasi birlikləri, silahlı qrupları və daha sonra Ermənistan dövlət orqanları etnik nifrət və irqçi ideologiya zəminində azərbaycanlılara qarşı sistematik soyqırımı siyasəti həyata keçirərək çoxsaylı yerlərdə kütləvi qətliamlar törətmiş, azərbaycanlıları öz doğma yerlərindən zorla çıxarmış və onların mədəni irsini sistemli şəkildə məhv etmişdir. Azərbaycan xalqına qarşı soyqırımı aktları tarixi Azərbaycan torpaqlarının demək olar ki, bütün hissələrində törədilib. 1918-1920-ci illərdə Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Lənkəran, İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli və digər bölgələrdə müsəlman əhalisinə qarşı kütləvi qırğınlar törədilib və etnik təmizləmə həyata keçirilib. Yüz minlərlə azərbaycanlının öldürüldüyü soyqırımı aktları nəticəsində Ermənistan ərazisində vaxtilə əhalinin 80%-dən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başladılar. 1948, 53, 87, 91-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovulublar. Hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistanın 1991-94-cü illərdə Azərbaycan ərazilərinin 20%-ni işğal edərək orada çoxsaylı qətliamlar törətməsi, 800 min azərbaycanlını oradan qovması, Azərbaycan mədəni irsini dağıtması soyqırımı siyasətinin tərkib hissəsidir. Təəssüf ki, Ermənistan öz məsuliyyətini etiraf edib, sülh, ədalət və barışığın əldə olunması üçün lazımi addımlar atmaq əvəzinə etnik nifrət və irqçiliyi təşviq edən siyasət həyata keçirir və sülhə zidd addımlar atır. Azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər və terror aktları törətmiş Qaregin Müjde, Andranik Ozanyan, Drastamat Kanayan, Monte Melkonyan kimi ünsürləri şöhrətləndirir və nirdeizm kimi nasist ideologiyanı dövlət səviyyəsində təbliğ edir. Xüsusilə təəssüf doğuran hal odur ki, Ermənistan hökuməti müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə hazırda Azərbaycanda davam edən məhkəmə prosesinə yardım etmək əvəzinə ona hər vəclə mane olmağa çalışır və cəzasızlıq mühitini təşviq edir. Bundan başqa Ermənistan Qərbi Azərbaycanlıların qayıdış hüququna mane olmaqla irqçi siyasətini davam etdirir və soyqırımı yolu ilə yaratdığı monoetnikliyini qoruyub saxlamağa çalışır. Biz Ermənistan dövlətinin törətdiyi soyqırımı, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə məsuliyyətini etiraf etməyə və barışıq naminə zəruri addımlar atmağa çağırırıq. Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir. Həmçinin Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrı seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalı, insanlıq əleyhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə dərhal son verməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer adları dəyişikliklərini ləğv etməlidir. Martın 30-u saat 21:25 radələrində Ermənistan Silahlı Qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Gərənzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınmışdır. Bundan başqa Martın 30-u saat 22:30-dan 31-i saat 04:35-ədək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goruz, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub. Ermənistanın Parakar şəhərində martın 30-da keçirilən yerli seçkilərdə Birlik Alyansının namizədi Volodya Qriqoryan Mülki Müqavilə Partiyasının namizədi üzərində inamlı qələbə qazanıb. Bu barədə erməni müxalif mediası məlumat yayıb. Bildirilib ki, ilkin nəticələrə görə o 57% səs toplayıb. Qriqoryanın komanda yoldaşları artıq qələbəni bayram edirlər. Vladimir Zelenski Ukraynanın NATOya üzv olmasını istəyir, lakin bu heç vaxt baş verməyəcək. Reuters agentliyi xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bildirib. O heç vaxt NATOnun üzvü olmayacaq. Zelenski bunu anlayır. Ağ Ev rəhbəri qeyd edib. Bundan əlavə Trump Vladimir Zelenskinin ABŞ və Ukrayna arasında resurs sazişindən imtina etmək niyyətində olduğunu bildirib. ABŞ prezidenti Donald Trump deyib ki, Zelenski minerallarla bağlı müqaviləni ləğv etmək istəyir. Agentlik qeyd edib. O, Zelenskiyə nadir torpaq metalları üzrə sövdələşmədən imtinaya görə böyük problemlər vəd edib. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 2024-cü il büdcəsini imzalamamaq qərarına gəlib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlik təsdiqləyib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyini maliyyələşdirməkdə iştirak etməyəcəyinə dair rəsmi şəkildə xəbərdarlıq edib. Qurumdan bildirilib ki, təşkilatın daxili prosedurlarına görə illik büdcə ilə bağlı məlumat ictimaiyyətə açıqlanmır.